İmperiyaların kölgəsində doğulan ad, səhra küləyi qalxanda qədim daşların arasından bir söz eşidilir: İran. Bu söz sadəcə bir ölkənin adı deyil. O, minilliklər boyu qılıncların səsi, sarayların pıçıltısı və imperiyaların çöküş fəryadıdır. İranın hekayəsi imperiya ilə yox, torpaqla başlayır. Cənub-qərbdə bugünkü Xuzistan ərazisində yerləşən Elam dövləti eramızdan əvvəl 2700-539-cu ilə qədər fəaliyyət göstərib, paytaxtı Susa olub, Elamlılar Mesopotamiyanın nəhəngləri Babil və Aşurlar ilə müharibə aparıblar. Bu müharibələr əlbəttə ki, torpaq uğrunda, ticarət yolları uğrunda və ən əsas güc uğrunda idi. Amma tarix səhnəyə yeni bir xalqı çıxarır: Midiya dövləti. Eramızdan əvvəl 678 və 550-ci ilə qədər olub, paytaxtı Ekbatan idi. Midiyalılar ilk dəfə İran yaylasını siyasi vahid kimi birləşdirdi, lakin bu birliyin də ömrü uzun olmadı. Bir gün tarix səhnəsinə bir gənc çıxır: İkinci Kir. Eramızdan əvvəl 550-ci ildə o, Midiyanı məğlub edir və öz imperiyasını, Əhəməni imperiyasını qurur. İki paytaxtı olur, biri Pasarqad, digəri isə Persepolis. Bu imperiya şərqdən Hind çayına, qərbdən isə Misir və Anadoluya qədər uzanırdı. Sərhədləri görürsünüz, çox böyükdür. Eramızdan əvvəl 539-cu ildə Babilin fəthi, Kir Babilə qılıncla yox, siyasətlə daxil oldu. Bu ilk imperiya idarə etmə modeli idi və bundan əlavə o satraplıqları, yəni vilayətlər yaratdı, qanun sistemini və dini tolerantlıq qurdu. Digər böyük qüdrətli hakimdən danışmaq lazımdır. Birinci Dar. O hakimiyyətə gələndə imperiya artıq nəhəng idi, böyük idi. O sadəcə yollar çəkdirdi, adında kral yolu qoydu, vergi sistemini qurdu, mərkəzləşmiş bir idarə sistemi yaratdı. Amma qərbdə yeni bir güc baş qaldırırdı və bu Yunanistan idi. Yunanistan ilə əsas müharibələr eramızdan əvvəl 490-cı ildə Marafon döyüşü, eramızdan əvvəl 480-ci ildə Termopil döyüşü və eramızdan əvvəl 479-cu ildə Plateya döyüşü oldu. Bu müharibələr Şərq ilə Qərb sivilizasiyasının ilk böyük toqquşması idi. Nəticələrdə İran məcburən geri çəkilməli oldu, amma məhv olmadı. Daha sonra növbəti sərkərdə Makedoniyalı İskəndər təhlükə yaradırdı. Eramızdan əvvəl 334 və 330-cu illərdə İskəndərin yürüşü baş tutdu. Qranik, İs və Qavqamela döyüşləri baş verdi. Son zərbəni isə eramızdan əvvəl 330-cu ildə Persepolisin yandırılması və Əhəmənilər imperiyasının süqutu qoydu. Amma İran yenə də yox olmadı. Hər zamanki kimi İran torpaqlarında bir imperiya yaranır, digəri isə məhv olurdu. Bu dəfə isə Parfiya imperiyası idi. Onun paytaxtı Ktesifon idi. Əsas münaqişəsi isə Roma imperiyası ilə idi. Belə ki, onlar Roma ilə 300 illik müharibəyə girirlər. Eramızdan əvvəl 53-cü ildə Karhaya döyüşü baş verir və Roma sərkərdəsi Kras o döyüşdə məğlub olur. Bu dövrdə İranın süvari qüvvəsi çox güclü idi, lakin mərkəzləşmə sistemi zəif idi. Aydın məsələdir, o dövrdə internet yox, telefon yox, sərhədlər isə çox böyük. Bir imperiya dağılır, digəri yaranır. Sasanilər imperiyası. Birinci Ərdəşir hakimiyyətə gəldi və dedi: bu torpaqlarda yenidən imperiya doğulacaq və belə də oldu. O, mərkəzləşmiş bir struktur yaratdı. Rəsmi din isə Zərdüştiyi seçdi. Ən əsas müharibəsi isə Bizansla oldu. 400 illik müharibə, 602 və 628-ci illərdə isə son böyük müharibələri oldu və Sasanilərin ən böyük, ən güclü vaxtı 1-ci Xosrov Anuşiravanın hakimiyyətinə təsadüf edir. Lakin daha sonra
Bu dövlət getdikcə zəifləməyə başladı. Kim bilir, bəlkə də ərəblərin yürüşü olmasaydı, hələ uzun müddət yaşayardı. 636-cı ildə Qadisiyə döyüşü, 642-də Nihavənd döyüşü baş verdi. Nəticədə Sasani ordusu tamamilə məğlub edildi və 651-ci ildə imperiya süquta uğradı. İran İslamı qəbul etdi, amma dilini və kimliyini qorudu. Əlbəttə, İran torpaqlarından danışanda bu dövrdə yaranıb və süqut etmiş Səfəvilər dövlətini də nəzərə almaq lazımdır. Mən bilirəm, Şah İsmayıl Xətai 1501-ci ildə Səfəvilər dövlətinin qurucusu kimi Təbrizdə öz şahənşahlığını elan edəndə o Azərbaycanlı idi. O türk idi, Azərbaycanca danışırdı və onun dövlət dili Azərbaycan dili idi. Lakin onu qeyd etmək lazımdır ki, onun imperiyası Səfəvi dövləti indiki İran, Azərbaycan, Qafqaz və İraq ərazisini əhatə edirdi. Ona görə də əgər biz İran torpaqlarında olan imperiyalardan danışırıqsa, Səfəviləri də qeyd etməliyik. Bir gün mütləq Şah İsmayıl Xətai haqqında da böyük bir video hazırlayacağam. İndi isə sadəcə onu qeyd etmək istəyirəm ki, onun ordusu, Qızılbaşlar ordusu türklərdən ibarət idi. Şah İsmayıl Xətai etnik və mədəni olaraq Azərbaycan türküdür və ürəyi ilə də Azərbaycana bağlı olub. Siyasi olaraq isə Səfəvi imperiyasının və İran torpaqlarının şahı sayılır. Şah İsmayıl Xətai kiçik ramkalara, kiçik çərçivələrə sığacaq bir şəxsiyyət deyil. Ona görə də onun haqqında çox daha uzun böyük bir video hazırlayacağam. İndi isə sadəcə onu deyə bilərəm ki, o Azərbaycan torpaqlarını birləşdirdi, İranı birləşdirdi və böyük bir imperiya qurdu. Lakin bu imperiyanın da digər imperiyalar kimi nə vaxtsa sonu gəlməli idi. Və 1736-1747-ci illərdə Səfəvilərin zəifliyindən istifadə edərək Səfəvilər zəiflədi və xaos yarandı. Bu xaosun içindən Nadir Şah Əfşar çıxdı. O sadəcə şah deyildi. O yürüşün özü idi. 1736-cı ildə o özünü şah elan etdi. Onun ordusu güclü, sürətli, qüvvətli idi və amansız idi. Onun ən böyük yürüşlərindən biri Hindistana idi. Belə ki, o Hindistana doğru irəlilədi və Dehli şəhərini zəbt etdi. Dehli şəhərini talan etdikdən sonra saysız hesabsız xəzinələri ələ keçirdi və məşhur Taus taxtını da ələ keçirib İrana gətirdi. O taxta sahibləndi, amma onun gücü qorxu üzərində qurulmuşdu və bu qorxu da uzun ömürlü olmadı. 1747-ci ildə Nadir Şah sui-qəsd nəticəsində öldürüldü və onun imperiyası da elə onunla bərabər süqut etdi. Yenidən xaos, yenidən qarışıqlıq, amma bu xaosun da içindən yeni bir taxt quruldu. Bu dəfə isə Qacarlar hakimiyyətə gəldi. Qurucusu Ağa Məhəmməd Şah Qacar idi. O çox sərt, amansız biri idi və o hakimiyyətə qanla gəlmişdi. Bəlkə də elə buna görə onun qurduğu dövlət güclü olmadı və süquta uğradı. Və bu dövrdə şimaldan yeni bir güc gəlirdi. Rusiya imperiyası. Birinci müharibə 1804-1813-cü illərə təsadüf edir. Nəticədə hamımızın çox gözəl bildiyi Gürcüstan müqaviləsi imzalanır. İran, Dağıstanı, Gürcüstanı və Azərbaycan torpaqlarını itirir. Digər ikinci böyük müharibə isə 1826 və 1828-ci illərdə baş verir. Bunun nəticəsi İran üçün daha ağır oldu. Türkmənçay müqaviləsi bağlandı və bu müqavilə İranın bütövlükdə Qafqaz üzərində iddiasını sıfıra endirdi. Rusiyanın təsiri möhkəmləndi. Rusiya bu bölgələrə öz gücünü artırdı. İran iqtisadi və siyasi cəhətdən Rusiyadan asılı vəziyyətə düşdü. Bu isə sadəcə bir müqavilə deyildi. Bu, bir imperiyanın süqutu deməkdir.
idi və əlbəttə ki, parçalanmağı idi. Zəiflikdən və məğlubiyyətdən yorulan ölkə yenidən özünə bir lider seçdi. Bu dəfə isə Rza Şah Pəhləvi idi. 1925-ci ildə hakimiyyətə gəldi. O yenidən bir ordu qurdu, yollar çəkdirdi, dini təsiri azaltmağa çalışdı. Onun oğlu Məhəmməd Rza Pəhləvi Ağ İnqilab nəticəsində 1963-cü ildə onun yerinə gəlir. O da gələn kimi müəyyən islahatlar aparmağa çalışır, torpaq bölgüsü edir, qadınlara səs vermə hüququ verir, eyni zamanda sənayeləşmə aparır və Qərbin yolu ilə getməyə çalışır və müəyyən islahatlar keçirir. Lakin bu dəyişikliklər kəndliləri narazı salır, din xadimlərini qəzəbləndirir, varlı ilə kasıb arasında güclü şəkildə böyük bir uçurum yaradır və İran dəyişməyə başlayır. Küçələr qəzəb, ümid, qışqırıq və qorxu ilə dolu idi. Bu hərəkatın isə bir lideri var idi, Ruhullah Xomeyni. 1979-cu ildə şah ölkədən qaçır, monarxiya devrilir və 1 aprel 1979-cu il İran İslam Respublikası elan edildi. Bu sadəcə bir siyasi dəyişiklik deyildi. Bu bütün sistemin yenidən yazılması idi ki, bu sistemdə özü ilə bərabər yenidən başqa müharibələr gətirdi. Bunun müharibələrdən biri İran-İraq müharibəsi idi. 1980-ci ildən 1988-ci ilə qədər davam etdi. Bu müharibədə xəndəklər qazıldı, kimyəvi silahlardan istifadə edildi. Milyonlarla insan itkisi oldu. Lakin sərhədlər dəyişmədi. Amma yalnız böyük bir nəsil dəyişdi. Bugünkü İrana baxdıqda biz əlbəttə İran güclü dövlətdir, amma onun problemləri var. İqtisadi sanksiyaları, nüvə proqramı mübahisələri, daxili etirazlar. Bugün İran güclüdür və öz gücünü digər dövlətlərə göstərməyə çalışır. Amma daxilində yatan qaynar bir vulkan var. İran torpaqlarında baş verən bütün bu hadisələr İranın tarixini yazdı. Lakin bu tarix bir kitab deyil. Bu tarix böyük bir döyüş meydançasıdır. Girin imperiyası, Daranın qanunları, Xosrovun ədaləti, Xomeyninin inqilabı. Hamısına baxanda insanın beynində bir sual yaranır. Bəs görəsən güc nədir? Və İran bu suala min illərdir cavab axtarır. Mən düşünürəm ki, hələ uzun müddət axtaracaq.